Tumanisidə yol infrastrukturu layihələri davam edir. Hazırda yerli və mərkəzi büdcələrin maliyyə dəstəyi ilə eyni vaxtda 3 layihə həyata keçirilir. Layihələr çərçivəsində Tumanisi şəhərində Qabaşvili və Rustaveli küçələri tam şəkildə bərpa olunur. Cavaxi kəndinə aparan yolda isə müasir standartlara uyğun beton örtük salınır. Ümumilikdə 3 layihə üzrə təxminən 2 kilometr yol sahəsinin yenidən qurulması nəzərdə tutulub. Layihələrin ümumi dəyəri 2 milyon larıya yaxındır. Tumanis bələdiyyəsində yol infrastrukturunun inşa bərpa prosesini gözdən keçirdik. Hazırda Rustaveli, Qabaşvili küçələrində, həmçinin Cavaxi kəndində yol bərpa olunur. Davam edən tikinti prosesini yerində monitorinq məqsədi ilə Kömokartli üzrə dövlət nümayəndəsi Tumanisi meri ilə birlikdə nəzərdən keçirdi. Yol işləri ilə yanaşı yağış sularının axıdılması və kanalizasiya sistemləri də tamamilə yenilənəcək. Tumanisi merinin sözlərinə görə layihələrin başa çatmasından sonra sakinlər təhlükəsiz və rahat yol infrastrukturu ilə təmin olunacaq ki, bu da hərəkət təhlükəsizliyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına töhfə verəcək. Bələdiyyədə yol infrastrukturu dəyişdirilir. Həm yollar bərpa olunur, həm də iaşə kanalları çəkilir. Hər 3 yolun inşası layihəsinin ümumi dəyəri milyon yarım larini təşkil edir. 2 qatlı asfalt səthi sakinlərin hərəkətini asanlaşdıracaq. Mövcud infrastruktur layihələri yerli sakinlər tərəfindən də müsbət qiymətləndirilir. Tumanislilər hər 3 layihənin zəruriliyini xüsusi vurğulayırlar. Yolumuz olsa da təmirə ehtiyacı var idi. Bunu cənab Qoba yaxşı bilirdi. Ona görə də həm yolu yeniləyir, həm də məhəlləmizə iaşə sularının axını üçün kanal çəkir. Bu da bizi çox sevindirir. İndiyədək belə şəraitimiz yox idi. Yollara sürət azaldıcı maneə də bərkitsələr daha yaxşı olar. Körpə uşaqlarımız var. Bu yolda hərəkət edirlər. Layihələrin müqavilədə nəzərdə tutulan müddətlərdə başa çatdırılması planlaşdırılır. Son günlər Marneuli küçələrində yerli sakinlər yoldan keçən insanlara su və müxtəlif ərzaq məhsulları paylayırlar. Bu ənənə İmam Hüseynin xatirəsinə hörmət və xeyirxahlığın yayılması məqsədi ilə davam etdirilir. İslam dünyasına Məhərrəm ayı daxil olub. Şiələr bu ayın ilk 10 gününü xüsusi qeyd edirlər. Bu günlər Kərbəla faciəsi ilə əlaqəlidir. Şiə ənənəsinə görə İmam Hüseyn Yezid hakimiyyətinə qarşı ədalət və iman dəyərlərini qorumaq uğrunda mübarizə aparıb. Bu hadisələrin xatirəsinə ehtiram olaraq möminlər Məhərrəmin ilk 10 gününü matəm, dua və xeyriyyəçiliklə keçirirlər. Xeyriyyəçilik formalarından biri də su və qida paylanmasıdır. Bu gördüyünüz ehsanlar ki, Marneul şəhərinin müxtəlif yerlərində, yol kənarında paylanılır. Bunun təşəbbüskarları Marneul və ətraf məntəqədə yaşayan möminlərdilər, inancılı insanlardılar. Təbii ki, burada İmam Əli məscidi, İmam Hüseyin məscidi və Əhl-i Beyt cəmiyyətinin də özünə pay düşür. Yəni, hər bir tərəfdə İmam Hüseyin əleyhissalamın Məhərrəm günlərində bu ehsanlar paylanır. Bu da insanların İmam Hüseyin əleyhissalama olan sonsuz sevgi və məhəbbətini göstərir. Peyğəmbər salavatullah buyurur, həqiqətən mənim evladım Hüseynin şəhadətinlə onu sevənlərin qəlbində elə bir məhəbbət yaranacaq ki, o qiyamətə qədər sönməz. Bu insanları mümkündür başqa vaxtlar buraya dəvət eləsən gəlməyələr, bəhanə gətirələr. Amma Məhərrəmdən qabaq İnsanların özləri sanki özlərini bu yolda borclu hesab edirlər. Bu da Peyğəmbərin buyurduğu hədisin bariz nümunəsidir. Gözəl bir ölkədə, gözəl bir rayonda yaşayırıq və ölkəmizə də təşəkkür edirik ki, belə bir şərait ki, bizi azadlıq, sərbəst, biz öz dinimizi yaşayırıq. Buna da görə də dövlətimiz sağ olsun, belə bir gözəl şəraitdə, əmin-amanlıq bir ölkədə yaşadığımız üçün. Biz iyun ayının 16-sından Məhərrəmli ayı girdi. İyun ayının 16-sından günorta namazından sonra saat 2-də İmam Hüseyin ehsanı paylamağa başlamışıq. Və hər kəsi məscidlərə və İmam Hüseyin ehsanlarına dəvət edirik. Ümumi müsəlmanlar kimisi gətirir, pul verir, kimisi gətirir, sok verir, su verir. Deyir, mənim adımdan İmam Hüseyin ehsana, İmam Hüseyin adından ehsan paylayın. Və hər kəsin də Allah ehsanını qəbul eləsin, əzadarlığını da qəbul eləsin inşallah.
Bu inşallah hardasa iyun ayının 26-sına kimi, aşuraya kimi davam edəcək. Sadaqlı sərhəd keçid məntəqəsi ərazisində hüquq mühafizə orqanları saxta sənəddən istifadə edərək Gürcüstan dövlət sərhəddini qanunsuz keçməyə cəhd edən Fələstin vətəndaşını saxlayıblar. Cinayət 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Gürcüstan Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin birgə tədbirləri nəticəsində Gömrük Departamentinin əməkdaşları böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə Türkiyə vətəndaşını saxlayıblar. Hüquq mühafizə orqanları Sarp sərhəd keçid məntəqəsi ərazisində şübhəlinin üzərində yoxlanış aparan zaman böyük miqdarda bir paket halında qablaşdırılmış kokain adlı narkotik vasitənin maddi sübut kimi götürüblər. Cinayət 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.